bura şəhidlər xiyabanıdır. Bu şəhidlər xiyabanıdır. Burada qəhrəmanlarımız dəfn edilir. Burada oğullarımız yatır. Şanlı və rəşadətli yol keçiblər. Ömürləri qısa olsa da tarixin səhifəsində adların həm qızılla, həm də qanla yazılır. Bugünkü qəhrəmanlarımızdan da biri Ruslan Ramizoğludur. Şəhrimizin bugün mövlud günüdür. Onu necə deyirlər, cənnətdəki mövludunu təbrik edirik, mübarək deyirik. Bu günləri iyun ayının 6-sıdır. Ayın 6-sıdır. Ay da 6-cı ay. 26-cı ildir. Gün də 6-cı gündür. Bu gündən bir də olmayacaq. Necə ki bu şəhid oğullar bir də olmayacaq dünyada. Bizlər də getdik, bir də qayıdmayacaq. Bu gündən də heç vaxt olmayacaq. Bu onun qismətidir. Şəhrimizin mövludu təsadüf edib Qədirxum günləri. Əlinin vilayətinin təsdiq olunduğu gün. Bu gün 7-ci imam mövlududur. Yəni İmam Musa Kazımın doğulduğu gün. Gəlib həmən günə düşür. Allah bu şəhidimizi və digər şəhidlərimizi rəhmət eləsin. Çox belə ağır, acılar çəkmişik, çətinli günlər yaşamışıq. Müharibə bitib, ancaq müharibə evlərdə səngimək gedir. Dinlənməli. Burada Sirazda olduq, sonra gəldik Səmidin qəbrinin üstünə, bu məzarına. Buradan təzədən getdik İstansiya Sumqayıta. Bu İstansiya Sumqayıtdan qayıdıb gəldik evdə. Bir-iki dənə video süjetlər vardı, onlara baxırdım mən. Onlara baxırdım. Sonra dedim ki, bəzilərin indi üstadçı qoymuşuq, onunla yazmaq lazımdır. 7 qərənfildən, zərdadan hərdən istifadə edirəm qəmli olduğu üçün. Nəyəsə tutaşdırdım o musiqini onu ilə. Belə dinləyəndə, birdən özümdən nasıl olmayalım, necə ağladım ki, ay Allah. Mən nə pis zəlil oldum. Nə pis yıxıldım. Nə pis bimar oldum. Bəxtim nə pis gəldi. Bəzən belə dözülməz olur. Bizi indi belə çatmaz bizə. Mövlud hansıdır, anım günü hansıdır. Biz üçün elə, necə deyim sənə, gözümüz elə gecə-gündüz axtarır onları da. Onların elə düşünməklə, onları xatırlamaqla yaşamışıq. Yaşayırıq da belə, qəbirlərin kənarında qocalmışıq. Açığı, həyatımız belə keçir. Amma mən bir söz deyirəm, oğullarımız doğrudan da qəhrəmandır, doğrudan da rəşadətli yol keçiblər. Şərəflə, ləyaqətlə ölüblər. Bu millətə, bu xalqa xidmət ediblər. İndi bilmirəm, millətin başa düşəni də var, başa düşməyəni də var, qiymət verəni də var, verməyəni də var. Allah bilər, özləri bilərlər. Amma hər halda onları duyan, hiss edən, onlarla göynəyən qəlblər də çoxdur. Allah Teala şəhidlərimizi Peyğəmbər balalarına məşhur eləsin, şəhidlərimizin məqamını uca eləsin. Nə deyə bilərəm? Bu günləri burada şəhidimizin valideynləri var, doğmaları var, yaxınları var. Onlara Allahdan səbir deyirəm. Burada şəhid analarımız var, kifayət qədərdir. Sağ olsunlar, bir dənə tədbirimizi belə boş bekar bırakmazlar. İmkanı olan, ondan sonra vaxtı olan yığılıb gəlib, iştirak edir. Ondan sonra məsələn çalışır ki, elə şəhər valideyninin yanında olsun bir dərdli qəmli insan kimi. Bax, belə bir həyat yaşayırıq. Kiçik bir şeir deyəcəm inşallah. Ondan sonra kimin nə sözü, nə söhbəti olsa davam eləyər. Davam eləyər. Allah şəhidlərimizi